Siz de hemşehriler hoş gelmişsiniz. Çok sağ olun. Var olun. Adınızı demədiniz ama. Yok demedim. Niye demədiniz? Xaniş baba neçə yaşınız var? 88. Sizə heç 88 yaş vermək olmaz. Neçə evladınız var? Evlat soya bilmem o kadar kırda. Bir de var bunlar var. Yine bozun bir ayından ayın batavla. Dağlar uyduş gel. Yaşıllıqların arxasında maraqlı bir kənd var. Yolumuz Lerkin Lərmərov kəndinədir. Buludların yaxınlığındakı bu kənd Lerkin mərkəzindən təxminən 30 kilometrlik məsafədə yerləşir. Yollarının təhlükəli və narahat olduğu Lərməroda getmək üçün yolsuzluq avtomobilindən istifadə edirik. Lərməroda gedən yol qonşu kənd Haftonidən keçir. Əvvəlcə onu deyək ki, Haftoni 7 bulaq mənasını verir. Kənddən keçərkən ayaq saxlayıb pəncərədən boylanan yaşlı qadınla həmsöhbət oluruq. Gəl görək, orada qəşəng bir nənə var, bizə boylanır. Bir söhbət eləyək. Necəsiz? Xoş gördük sizi. Hər vaxtınız xeyir. Hər vaxt sağ olun. Adınız necədir nənə? Neyiniz adı? Soruşum da soruşmayım. Gəlibsiz, ha, Biz Bakıdan gəlmişik. Lərməroda təxmin nə qədər yolumuz var buradan? O yüzdədirlər məvət. Necədir burada yaşamaq? Bakıya getdim. Orada söz, ay nənə, bura yaxşıdır. Sizinkən dedim, valla gedirsən, evdə oturursan, elə bir türmədəyim. Əlbəttə mənim yerim yaxşıdır. Çox yaxşı. Öpürük sizi, bağrımıza Sağ olun, Allah kömək. Oturun. Adınızı demədiniz amma. Yox demərəm. Deməzsiniz. Niyə deməzsiniz? Canım nənə. Sağ olun. Görüşərik hələlik. Çox çalışsaq da adını öyrənə bilmədiyimiz bu xanımla sağollaşıb yolumuza davam edirik. Budur, biz artıq Lərməroda çatmışıq. Qohum-qonşular qonağı olduğumuz Qurbanovlar ailəsinə toplanıb. Yorulmayasınız. Biş-düş gedir burada deyəsən yaxşı. Nə işlə məşğulsuz? Sağ ol. Allah sizi çoxlasın. Siz də xoş gəlmişsiniz bu Sağ xoş gəldik. Nə Hayata. bişirirsiniz Bibican? Biz indi nehrəni tökmüşük. Qazana, ayrandır. Baxa bilərikmi? Açaq bəlkə baxaq. Ha, baxız. Ha, baxız. Nə olar ki, baxız. Ha. Bu Bibican qatıqdır yoxsa süddür? Bu ayrandır. Qatığı tökmüşük nehraya. Bu olub ayran, sonra koyuyoruz burada ocağın üstüne. O olur şur. Talaşca cır deyirlər. Azərbaycanca şur. Bu təxmini nə vaxtda hazır olur? İndi biraz da olsa hazırdır. İndi olar. İndi olar biraz qalır. Sonra bunu nə edəcəksiniz? Yəni bunu götürəcək. Götürürük, de tümbərəyə hamısı tökürük. Tümbərə nədir? O deyəcək, tökürük də bir şeyə. Bəlkə biraz qısa talış dilində danışasınız. Qatığı ekordamın ben niye? Ha, niye da rüyan beda, kattamı çiğdimi vordamın uydamın kiyasa. Cır beda, cır ye vordamın ekordamın ba tüme. Ay çağı peşi taforzunu damın ay hordam. Nə dediniz indi? Talaşca. Hə. Dedim qatığı tökürük nehraya. Sonra o getiririk koyuyoruz yani ocağın üstüne. Ha, koyuyoruz o şurulur onu yiyirik. Ha, koyuyoruz orada, koy sarin olsun sonra. Bu ki o bir yankine. Hiç şu. Kartof hele hamısı bizim tabi şeyler. Ya babacığım, palta bırak orada.
Xörək bişənə qədər kəndi biraz gəzək deyirik. Dağların dörd bir yandan qucaqladığı bu kəndi dolaşarkən sakinlərdən kəndin ən yaşlısını soruşuram. Hamı Xaniş kişi deyə birinin adını çəkir. Xaniş baba, neçə yaşınız var? 88. Darıxmırsınız buralarda. Kəndə adam dorxa. İnsanlar azdı bu kənddə. Əvvəllərdənmi belə olub, yoxsa çox adam yaşayıb əvvəl? Aval çok olur. Yarısı kırıp, yarısı keçip. Yarısı bu yana uyan. Bu kent büyük kendi. Sizə heç 88 yaş vermək olmaz. Nədir bu cavan qalmağınızın sirri? Sağ ol da verirsen. Siz özünüzü 88 yaşında hiss eləyirsiniz, yoxsa deyirsiniz gümraham, yaxşıyam? Hala yaşırıq da. Ne kadar Allah ömür verim yaşırıq da. Desəm ki, sizi özümüzlə Bakıya aparaq. Razılaşarsınızmı? Gedək aparaq, qalın orada bizlə. O kollarımda ne olur ki? Gülen adamsan sen. Nə adamsan deyə, gülər adamsan. Talış dilində gülər adamsanı necə deyək? O çoksan. Sıra diyen iş. Sen edersin. Xaniş babanı çox yormadan yenidən qonağı olduğumuz evə qayıdırıq. Bir kəndin ruhu da, gözəlliyi də sadəliyində gizlidir. Ən maraqlı tərəfi isə burada hər şey zəhmətlə yoğrulub. Hətta bu yerlərdə insanlar bir çox gündəlik tələbatını öz zəhmətləri ilə ərsəyə gətirirlər. Bu nədir? Bax, bu çəkicə bənzəyir, amma məncə çəkic deyil bunun adı. Bunu Azərbaycan dilində bunun adı qan doğrayan, qan doğrayan. Qənd doğrayan, qənd doğrayan. Qan doğrayan. Çakıt. Talışsa çakıt deyirlər. Çakıt. Talışsa çakıtdır. Buna da çanaq deyirlər. Nə deyirlər? Çanaq. Çanaq deyirlər, çanaq. Bu taxtadan hazırlanır. Ay, taxtadan hazırlanır. Çox maraqlıdır. Üstəla tərəfində. Bu sırf qənd doğramaq üçündür. Bəli, bu qan doğramaq üçündür. Bu aslında qan deyil, pesokdur. Bizim xanımlar bunu xüsusi yolla yəni hazırlayırlar. Özləri hazırlayıb, yəni buralı xanımlar hazırlayıb bunu. Özləri hazırlayırlar. Tabidir. Yəni heç bir şey yoxdur, qatma qarışığı yoxdur. Arada bəziləri süddən istifadə edirlər. Tabi süd qatırlar, daha da ləzzətli olur. İndi dadına baxarsınız, çay içərsiniz, deyərsiniz. Baxım indi dadına. Olar mı? Qoz lapası, buyur, bax. Açıq. Hazırlanan xörək elə ocağın istisi ilə süfrəyə gətirilir. Hamı bir araya toplanır. Bizim isə bu gözəl kənddəki vaxtımız yavaş-yavaş sona çatır. Sakinlər bizi sadə, amma qəlbdən gələn təbəssümləri ilə yola salırlar. Ardımızca baxan isti baxışlar, qonaqpərvər ürəklər yaddaşımıza həkk olunur. Biz də bu unudulmaz anlarla vidalaşaraq kənddən ayrılırıq. Sizə də yaxşı yol, Allah sizə can sağlığı, uzun ömür versin, dədə, anam. Gülçin Cəmil, Vüqar Xanlarov, Report Az.